Kalsium nə qədər vacib elementdir? Bugün bu haqqda danışmaq istəyirəm. Əslində kalsium bizim sümüklərimizin əsasını təşkil edir və kalsium orqanizm üçün çox vacib və əvəzolunmaz minerallardan biridir. Lakin hər şey həddində gözəl olduğu kimi kalsium da həddində gözəldir. Əskikliyi və artıqlığı bir çox xəstəliklərə səbəb olur. Əslində əskiklik və ya artıq olmasının da səbəbi müxtəlif endokrin xəstəliklər və yaxud qidalanma pozğunluqları, malabsorpsiya, nutrision pozğunluqlar ola bilir və ona görə də bir pasiyentdə əgər saç tökülmə, uyuşmalar, spazmlar, təkrarlanan böyrək daşı, əzələ ağrıları, yorğunluq, halsızlıq, dırnaqlarda soyulma, qırılma kimi şikayətləri varsa, həkimlərin istəyəcəyi müayinələr arasında bir də kalsium dayanır. Biz kalsiumun həm yüksəkliyini, həm də aşağılığını müşahidə edə bilirik və bu zaman onunla yanaşı digər sümük mineral mübadiləsi markerlərinə parathormon, vitamin D, qələvi fosfataza, həmçinin maqnezium, fosfor kimi mineralları da istəməmiz lazımdır. Bunun fonunda prosesin nəyə dayalı olduğunu, nəyin əsasında yaradığının diaqnozu qoyulur və pasiyenta uyğun müalicə başlanılır. Öz başına uzun müddət kalsium preparatlarının nəzarətsiz qəbulu isə əksinə orqanizmdə bir çox geri dönməz fəsadlara və ən çox da təkrarlanan böyrək daşı xəstəliklərinə səbəb ola bilir və buna görə də həkim məsləhəti olmadan sadəcə kalsium preparatı deyib keçməyin, müayinə olunmadan, professional yardımı almadan heç bir dərmanı vitamin daxil belə qəbul etməyin. Özünüzə yaxşı baxın. Sonda bu videonun daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.